Ekonomla eləyirəm də. Ayırıram, kommunalları ayrı ayırıram. Pul evə gəlir, yəni yoldaşım özüm gün. Dəva dərmanlarımız var, onu ayrı qoyuram. Yerdə qalan da ki, yol pulumuzdur, yemək pulumuzdur. Evə nə lazımdır, aylıq alıram, belə yola verirəm. Bilirəm ki, gələn ay alacam, bu mənim bəsimdir. Birinci əmək haqqı alınanda geyimlərimi düşünürəm ki, görüm geyimlər nə alacam. Mütləqdir ki, mən hər dəfə bir geyim almalıyam. Daha sonra baxır da məişət problemləri, gündəlik xərclər. Gündəlik qazanc və xərclərimizə yanaşma fərqli olsa da düzgün planlaşdırma həyat keyfiyyətinə təsirsiz ötüşmür. Gəlirlər ehtiyacları qarşılasa da onu düzgün bölüşdürmək və səmərəli istifadə etmək heç də hər kəsin bacardığı məsələ deyil. Ümumiyyətlə dünyada qəbul olunmuş modelə görə 50, 30, 20 modeli var. Yəni, nə olursa olsun 50% sənin zəruri ehtiyacların, sabit xərclərin, nəqliyyat xərcləridir, kira xərcləridir, qaz xərcləridir, su xərcləridir, elektrik xərcləridir. Bunlara baxırsan, çox təəssüf, mənim büdcəmdə də böyük paya sahibdir o. Repetitor xərcləri çox böyük paya sahibdir. İstəyivə uyğun davranırsan, xərcləmələr edirsən. Amma nə olursa olsun 20% də qənaət etməlisən ki, gələcəyə yönüllük yığımlar. İqtisadçı Zahid Məmmədov deyir ki, xüsusilə gənc ailələr gəlirlərini planlaşdırmadan xərclədikləri üçün ayın ortasında maliyyə sıxıntısı yaşayırlar. Ailə büdcəsi mövzusuna təlim olmalıdır. Bunlar razıdırmı? Bu xərcləmələri qəbul edirmi? Necə olacaq? Bəy içkiyə pul verəcək, siqaretə pul verəcək, xanım da kosmetik malzəmələrin alınması üçün. Uşağın yoxsa keçidli ad günləri, şar partlaması olacaqdır. Bütün bunlar müzakirə olunmalıdır. Əgər bu müzakirə əsasında gələcəyə yönəlik maliyyə planlamasını müzakirəsində qəbul edilən qərara uyğun hörmətlə yanaşacaqsa əlbəttə olacaqdır. Olmazsa olmaz. Mövzunun marketinq tərəfində bilmək maraqlıdır. Marketinq üzrə təlimçi Seymur Quliyev eşidək. Büdcəyə nəzarət etmək üçün müxtəlif üsullardan istifadə edə bilərik. Aylıq, həftəlik, günlük şəkildə bölə bilərik. Rəqəmsallaşma dövrüdür. Müəyyən rəqəmsal aplikasiyalar var, tətbiqlər var ki, biz hər alışlarımızı oraya yazıb xərclərimizi müəyyənləşdirə bilərik və nəticədə lazım olmayan xərclərdən kənarlaşa bilərik. Amma eyni zamanda onu da qeyd etmək olar ki, müasir cəmiyyətik və yaxşı və effektiv şəkildə həyata keçirilən marketinq tədbirləri, promosyonlar, aksiyalar var ki, bunlar bizi özümüzdən asılı olmayan impulsiv alışlara sövq edir ki, bu da bizim zəruri xərclərimizi artırır. Bu səbəbdən də daha dərin düşünərək, daha kreativ düşünərək bizə lazım olmayan zəruri xərclərdən qaçına bilərik.